Bildiyiniz kimi hal-hazırda 6-cı sinif Azərbaycan tarixi dərsliyi 2025-ci ildə yenilənib və yenilənmələr əsasında burada bəzi dəyişikliklər olub ki, hal-hazırda həmin dəyişikliklərdən İlk Tayfa İttifaqları və dövlət qurumları ilə bağlı olan dəyişikliklərə toxunacağıq və həmçinin DİM-in test toplusunda Arad da dövlət qurumu ilə bağlı suallar olduğuna görə bu gün sadəcə Arad da mövzusunu izah edəcəm. Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycanda ibtidai icma quruluşu bitdikdən sonra dövlət yaranmağa başlayır. Yəni ibtidai icma quruluşunun dağılmasından sonra dövlət yaranması üçün şərait yaranır və ibtidai icma quruluşunun erkən tunç dövrü mərhələsində Azərbaycanda tayfalar yaranır. Orta tuncda isə bu tayfalar birləşərək tayfa ittifaqlarını yaratmışdılar. Tayfa ittifaqları güclənərək dövlət qurumuna çevrilmişdi. İlk öncə buna toxunaq. Dövlət qurumu və dövlətin fərqi nədir? Niyə biz burada danışdığımız dövlət qurumlarına məhz dövlət yox, dövlət qurumu deyirik? Çünki dövlət olması üçün bəzi əlamətlər lazımdır. 6 əlamət var. Xəzinəsi olmalıdır, ordusu olmalıdır, hökmdarı, ərazisi, paytaxtı və s. Dövlət qurumlarında isə bu əlamətlərin hamısı yoxdur. Yəni yeni yaranıb. Belə düşünək ki, dövlət qurmaq yolunda addımlar başlayanda ilk olaraq dövlət qurumu olur. Daha sonra professionallaşaraq, biraz da özlərini inkişaf etdirərək dövlətə çevrilirlər. Yəni bu 6 əlamətin 6-sı da dövlətdə artıq mövcud olmuş olur. Deməli biz bilirik ki, Azərbaycanın cənub torpaqları dedikdə Araz çayından cənubdakı ərazilər nəzərdə tutulur və Azərbaycanın cənubu Mesopotamiyanın inkişaf etmiş quldar cəmiyyətləri ilə qonşu idi. Araz çayının aşağıdakı isə Urmiya gölü sahili daha çox Mesopotamiya ilə əlaqələr saxlayırdı. Mesopotamiya, Dəclə və Fərat çaylarının arası idi və bir-birlərinə yaxın idi. Ona görə də iqtisadi, siyasi, mədəni əlaqələr Azərbaycanın cənubu ilə şimalı arasında fərqli gedirdi. Yəni Azərbaycanın cənubu Mesopotamiya ilə daha yaxından əlaqələr qururdu. Şimalı uzaqda olduğuna görə bunu cənub qədər edə bilmirdi və ona görə də Azərbaycanın cənubu şimalından daha çox inkişaf eləmişdi. Həm siyasi, həm mədəni olaraq hər tərəfli Azərbaycanın şimalından daha çox inkişaf edir. Baxsaq, Azərbaycanda yaranmış ilk dövlətlər də Azərbaycanın cənubunda yaranıb. Məsələn, Manna dövləti Azərbaycanın cənubunda yaranmış ilk dövlətdir. Hansı ki, bu vaxtlarda Azərbaycanın şimalında heç bir dövlət yox idi. Bunlar hamısı bununla əlaqədardır. Çünki cənub daha sürətli inkişaf edirdi, amma şimal biraz ona nisbətən geridə qalırdı. Və dövlət olmadan öncə, hətta dövlət qurumu olmadan öncə dedik ki, burada tayfalar birləşərək iri tayfa ittifaqları yaradırdılar. Və bu tayfalar bir-birinin qonşusuydu. Qonşu olduqlarına görə onlar eyni dildə danışırdılar və yaxud da eyni dilin müxtəlif ləhcələrində danışırdılar. Necə ki, Azərbaycan hal-hazırda Azərbaycan dilidir, amma fərqli bölgələrdə fərqli ləhcələrdən istifadə olunur. Burada da eyni qaydadır və eyni tanrılara sitayiş edirlər. Necə ki, Azərbaycanda hal-hazırda çoxluq İslam dininə sitayiş edir, İslam ölkəsi. Burada da yenə də eyni qaydadır. Gələk iri tayfa ittifaqlarından Arad da dövlət qurumuna. Arad da dövlət qurumu Eradan əvvəl 3-cü minilliyin birinci yarısında yaranıb və Azərbaycanın cənubunda yaranmışdı. Ümumiyyətlə bu dövrdə Azərbaycanda yaşayan tayfalar Azərbaycanın cənubunda Kuti, Lulubi, Su, Turki kimi tayfalar yaşayırdılar. Azərbaycanın şimalında isə Naxç və Gərgər tayfalarını misal göstərə bilərik. Arad da dövlət qurumu da Azərbaycanın cənubunda yaranmış dövlət qurumlarından biri idi və eradan əvvəl 3-cü minilliyin birinci yarısında Azərbaycanın cənubunda, tam dəqiq desək, Urmiya gölünün cənub-şərqində Arad da erkən dövlət qurumu mövcud idi, artıq yaranmışdı. Və ərazisi Urmiya gölünün cənubdakı torpaqları əhatə edirdi. Uzantı. Şəkildə gördüyünüz kimi belə bir uzantıda Aradda dövlət qurumu, erkən dövləti də deyə bilərik, var idi, mövcud idi. Və Şumerlərlə dedik ki, Azərbaycanın cənubu çox yaxından iqtisadi, siyasi, mədəni əlaqələr saxlayırdı ki, ona görə də bir-birləri haqqında məlumat verən mənbələr var və Şumer mix yazılı mətnlərində Arad haqqında Bəhrəli dağları olan varlı ölkə olaraq məlumat keçir. Arad da qədim şərqdə ən qədim dövlət qurumlarından biridir. Yəni şərqdə yaranmış ilk dövlət qurumlarından biri Azərbaycandakı Arad da erkən dövlət qurumu idi. Və ölkəni idarə edən şəxs, hökmdar, ensi rütbəsi daşıyırdı. Necə ki, Azərbaycanda hal-hazırda prezident vəzifəsidir. Quldar dövlətlərdə Azərbaycanda padşah idi, Misirdə Firon idi. Burada da ölkəni idarə edən şəxs ensi rütbəsi daşıyır.
Şumerlərdə də bilirsiniz ki, şəhər dövlətlərini idarə edən şəxslər Ensi adlanırdı. Amma ikisi arasında fərq var. Araqdadakı Ensi yalnızca hökmdardır. Yəni sadəcə dövləti idarə edir. Amma Şumerdəki şəhər dövlətlərinin başında duran Ensi adlı şəxs həm hökmdar idi, həm də kahin idi. Yəni həm də dini başçı idi. Bir sözlə Şumerdə dövlət idarəçiliyində din də daxil idi. Dövlətin başında duran şəxs həm də dinin başçısı idi. Buna görə biz Şumer şəhər dövlətlərinə teokratik dövlətlər deyirdik. Amma Araqda din dövlətdən ayrıdır. Dövlətin başında duran şəxs adı Ensi olsa da Şumerdəki kimi, amma sadəcə olaraq dövlət idarəçiliyinə baxır, dinlə heç bir əlaqəsi yoxdur. Araq iki çay arası ilə əlaqələri var idi. Azərbaycan cənubu da və ona görə də yaxın olduğuna görə Mesopotamiya ilə əlaqələr qururdu. Bunu Emmerkar və Araq hökmdarı dastanında daha dərindən görmək olur və bu dastanda yazılır ki, Araq da iki çay arasına yaxın dağlıq ölkədir. Və dastana görə Şumer şəhər dövlətlərindən biri olan Urukla Araq da gah düşmənçilik edirlər, gah da dostluq edirlər. Bəs Emmerkar kimdir? Emmerkar Şumerin Uruk şəhər dövlətinin hökmdarı idi. Həm Emmerkar, yəni Urukun hökmdarı, həm də Araq da hökmdarı bir-birlərini tabe etmək üçün tədbirlər görürdü. Yəni bir-birlərinə qarşı tədbirlər həyata keçirirdi. Hətta Araq da hökmdarı Şumerə tabe olmaq istəmədiyi üçün ona xəbər gətirmiş olan qasidə belə bir cavab verir. Yəni ki, Uruk hökmdarı Araq hökmdarına qasid göndərir ki, çapar göndərir ki, Şumerə tabe olsun. Bu zaman o həmin qasidə belə cavab verir. Mən ali kahinəm, təmiz əl, yəni İnnanna tərəfindən təyin olunmuşam. Xoşsifət İnnanna həqiqətən məni Araqdaya saf ənənələr ölkəsinə gətirdi. Məni sanki böyük darvaza kimi dağlarda onun önündə qoydu. Məgər Araq da Uruka tabe ola bilərmi? Araq da Uruka boyun əyməyəcəkdir. Burada baxın, cümlədə deyir ki, mən ali kahinəm, təmiz əl, yəni İnnanna tərəfindən təyin olunmuşam. Necə biz hal-hazırda İslam dininə inanırıq və Allaha inanırıq və bizə bir şey gələndə deyirik ki, Allah bunu mənə verdi, Allah bunu mənə nəsib etdi, Allah istədiyi üçün oldu. Burada da bunların tanrısı İnnanna, ilahə İnnannadır. Şumerdə də var idi bu ilahə İnnanna. Və ilahə İnnanna bunun tanrısı olduğuna görə bu da normal olaraq inanır ki, ona bu vəzifəyə gətirən həmin bu ilahə İnnannadır. Yəni bunun Allahı İnnannadır. Ona görə onun adını çəkir ki, onun tərəfindən mən bu vəzifəyə təyin olunmuşam. Qonşu tayfalar Uruk şəhərini mühasirə edən zaman Emmerkar hərbi yardım almaq üçün Araq hökmdarından kömək istəyir. Baxın, yuxarıda qeyd etmişdik ki, onlar gah bir-birləri ilə düşmənçilik eləyirlər, gah da dostluq eləyirlər. Elə buradan görürük ki, bu dəfə artıq köməyə ehtiyacı olanda qardaşa, yəni Araqdaya müraciət eləyir. Araq hökmdarı da təbii ki, onun əlini geri çevirməmişdir. Deməli, Uruk şəhərində məbəd tikintisi zamanı Şumerlərə inşaat materialları, qiymətli metallar və daşlar lazım idi. Emmerkar bu materialların Araqdadan gətirilməsini istəyirdi. O Araq hökmdarı ilə yazışmalar aparır, qasidlər, yəni xəbər aparıb gətirənlər göndərir. Hətta özü gəlib Araqdaya səfər edir. Araqdadan iki çay arasına, yəni Mesopotamiyaya qızıl, gümüş, lacivert daşı və tikinti materialları aparılır. Orta əsr mənbələrindən məlumdur ki, lacivert daşı Azərbaycanda da hasil olunurdu. Araq əhalisi iki çay arası ilə, xüsusən də Şumerlərlə mal mübadiləsi edirdi. Mal mübadiləsi nə deməkdir? Müasir dövrdəki deyiş tokuş. Məndə qələm var, qələmi verirəm sizə. Sizdə də stəkan var, misal üçün onu mənə verirsiniz. Yəni mənim ehtiyacım stəkanadır, sizin ehtiyacınız qələmədir. Bunu dəyişdiririk. Buna mal mübadiləsi deyilir. Mübadilə, yəni erkən tunç dövründə yaranır və mal mübadiləsi nəticəsində Şumerdən Araqdaya nə gətirilirdi? Taxıl və meyvə gətirilirdi. Baxın, buradan ora qızıl, gümüş, lacivert daşı, tikinti materialları aparılır. Oradan da bura taxıl və meyvə gətirilir. Araq əhalisi müxtəlif sənət sahələrində məşğul idi. Ümumiyyətlə, Araq əhalisini belə yadımızda saxlayırıq ki, çox incəsənət, belə deyək də, sənət nümunələri, sənət sahələri burada çox inkişaf eləmişdi. Burada mahir ustalar var idi. Onlar məbəd və saray tikirdilər. Həmin bu məbədlərin, sarayların divarlarına da qiymətli metal və daşlardan, ən əsası lacivərtdən bəzək və naxış vururdular. Ustalar qiymətli metal və daşlardan zərgərlik və digər bəzək əşyaları, yəni qolbaq, boyunbağı və s. yəni belə bəzək əşyaları da hazırlayırlar. Araq ustaları Şumerdə məbəd tikintilərində də iştirak edirdilər. Yəni ki, Araq ustaları çox mahir idi. Ona görə də Şumerdən onları dəvət edirdilər. Buradakı ustalar Şumerə gedirdilər ki, orada da tikinti eləsinlər. Əhali əkinçiliklə də məşğul olur. Təbii ki, sənətlə də məşğul olur. Kənddə də əkinçiliklə məşğul olurdular. Buğda, noxud istehsal edirdilər. Və Araq əhalisinin həyatında əkinçilik mühüm yer tuturdu.
Əkinçilik bilirsiniz ki, mezolit dövründə yaranıb, yəni istehsal təsərrüfatı olaraq. Və burada dəmiyə əkinçiliyi geniş yayılmışdır. Dəmiyə əkinçiliyi nə deməkdir? Dəmiyə əkinçiliyi süni suvarmaya ehtiyacı olmadan istifadə olunan əkinçilik növüdür. Yəni burada təbii yağışlardan istifadə olunur, təbii yağıntılardan istifadə olunur, süni suvarma heç bir həyata keçirilmir. Bildiyim qədərilə Azərbaycanda taxıl əkinində bu tətbiq olunur. Səhv etmirəmsə əgər, yəni mövsümi olaraq yağışlar yağanda islanır bəzi yerlərdə və normada yəni ora sulanmır. Əkirlər, vəssalam, başqa heç bir şey etmirlər. Yağıntılarla sulanır və yazda da yetişir. Buna deyirik dəmiyə əkinçiliyi. Bəs dəmiyə əkinçiliyində əkin sahələrinin məhsuldarlığı yağışdan asılıdır. Yağış yaxşı olubsa, yağıntı olubsa yaxşı olacaq, yağıntı olmayıbsa təbii ki, zəif olacaq. Mövsüm quraqlıq keçəndə şumerlərlə taxıl mübadiləsi genişlənir. Yəni quraqlıq olanda, isti olanda, məhsul olmayanda şumerlərlə taxıl mübadiləsi edirdilər. Arat da şumerlərdəki kimi şəhər dövləti idi və paytaxtı da Arat şəhəri idi. Şəhərin ətrafını düşməndən qorumaq üçün qala divarları ilə əhatə etmişdilər və həmin o qala divarlarının mərkəzində hökmdarın sarayı yerləşirdi. Hökmdarın yanında hökmdar məsləhətləşə bilsin deyə qərarlarını verəndə Ağsaqqallar Şurası fəaliyyət göstərirdi ki, Ağsaqqallar Şurası hər zaman nə edir? Məsləhət verir. Yəni bütün məsələlər burada müzakirəyə çıxarılırdı. Qərarlar səs çoxluğu ilə qəbul olunurdu. Amma təbii ki, hər zaman olduğu kimi son qərarı hökmdar verir. Bu sadəcə olaraq səs vermədir. Dinləri nə idi bəs? Mesopotamiya ilə əlaqələri olduğuna görə din olaraq da Mesopotamiyaya çox yaxın din idi burada. Şumerlərlə daha doğrusu desək. Aratda da Şumerlərdəki kimi çox tanrılıq idi. Burada da Şumerin bərəkət və məhəbbət ilahəsi olan İnnannaya ibadət edirdilər və dini idarənin başında duran şəxs Maşmaş adlanırdı. Yəni kahin Maşmaş adlanırdı. Bir də qeyd edeyim, Şumerlərdə dövlətin başında duran şəxs Ensi həm də kahin idi. Yəni bunlarda xüsusi olaraq kahin vəzifəsi yox idi. Necə Azərbaycanda hal-hazırda prezident idarə edir dövləti, dinə qarışmır. Dinin başçısı deyək Allah şükür Paşazadədir. Burada Şumerlərdə belə deyildi. Həm dövlətin başında, həm də dinin başında kahin olan Ensi dayanırdı. Amma Aratda da bundan fərqli olaraq hökmdar dövləti idarə edir Ensi rütbəsi ilə. Dini idarələrə isə Maşmaş adlanan kahin rəhbərliyi edir. Yəni o dövrün dini çox tanrılıq idi, kahinlər idi. Ona görə də kahin rəhbərliyi edirdi. Arat da mövzusu bundan ibarətdir. Təbii ki, dövlət qurumlarının ardı da var. Ardıcıl olaraq əgər istəsəniz, davamını da izah edə bilərik, rəylərdə qeyd etsəz. Və bu izahı öz vəsaitim əsasında sizə təqdim etdim. Gördüyünüz bütün məlumatlar vəsaitin içərisindəndir. Və bilirsiniz ki, MİQ və sertifikasiya imtahanına hazırlaşanlar üçün yenilənmiş 6-cı sinif dərsliyi, eləcə də digər yenilənmiş dərslikləri bilmək çox önəmlidir ki, biz bütün bu yeniliklərin hamısını öz vəsaitlərimizdə toplamışıq və vəsaitlərin dili gördüyünüz kimi hal-hazırda bir qismi ilə tanış oldunuz. Çox sadədir, çox rahatlıqla mənimsənilə bilən bir şəkildədir. Ona görə də əgər əldə etmək istəsəniz, bu yeniliklərlə tanış olmaq istəsəniz, vəsaitlərimizə göz gəzdirə bilərsiniz.